22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Bildiyiniz kimi artıq Dağlıq Qarabağla bağlı proseslərin sürətli mərhələsinə qədəm qoymuşuq. Həm Rusiyadan ardıcıl açıqlamalar, həm də Ermənistan tərəfinin Qarabağa ardıcıl səfərləri mühüm proseslərin getdiyini göstərir. Politoloqlar artıq açıq şəkildə bildirirlər ki, Ermənistan hakimiyyəti yavaş-yavaş müharibəyə hazırlaşır. Son vaxtlar Ermənistan rəsmilərinin davamlı olaraq Qarabağdakı döyüş mövqelərinə gəlməsi də bunun əyani sübutudur. Diqqət edin, bunlar siyasi, diplomatik yox, məhz hərbi səfərlərdir. Həmçinin o da vurğulanır ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti görüşü olacaq. Bu görüş Qarabağın taleyini həll edə bilər. Əgər tərəflər bu görüşdə razılıq əldə edə bilməsələr, lokal müharibə başlaya bilər. Hərbi ekspertlər qeyd edirlər ki, əgər iri miqyaslı müharibə başlasa, Azərbaycan təkcə Qarabağ və ətraf rayonlarla kifayətlənməyə bilər. Yəni, hansısa başqa mövqelərə də nəzarəti ələ keçirə və burada özü üçün təhlükəsizlik zolağı yarada bilər. Düzdür, Azərbaycan tərəfi rəsmi açıqlamalarda bu versiyanı təksib edir və bildirir ki, bizim başqasının torpağında gözümüz yoxdur. Lakin hamıya bəllidir ki, indiki Ermənistan əraziləri qədim Azərbaycan torpaqlarıdır və bunu tarixi müqavilələr də göstərir. Gəlin qısa bir haşiyəyə çıxaq. Son vaxtlar cərəyan edən proseslər, Rusiyanın Qarabağla bağlı canfəşanlıq etməsi bir daha göstərdi ki, torpaqlarımızı Ermənistan yox, məhz rəsmi Moskva işğalda saxlayır. Belə deyək, Qarabağ Ermənistanın yox, Rusiyanın nəzarətindədir. Amma artıq o nəzarət də itmək üzrədir. Qardaş Türkiyənin məsələyə ağırlığını qoyması regionda güc balansını dəyişib. Bunu Britaniyalı analitik Neil McFarlane də deyib. O bildirib ki, Türkiyənin münaqişənin gedişatına ciddi mənada təsiri var. Bunu Qərb də, Rusiya da yaxşı başa düşür və qəbul edir. Ekspertlər qeyd edirlər ki, hazırda Rusiya seçim qarşısında qalıb. Müharibə başlasa, tərəflərdən birini seçməlidir. Əgər Rusiya Ermənistanı seçsə, Azərbaycan və Türkiyəni qarşısına almış olacaq. Bu isə Moskva üçün arzu olunmaz ssenarilərə gətirib çıxaracaq. Müharibənin qapıda olduğunu başa düşən Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsinə dair danışıqları bərpa etmək üçün bəyanat yayıb və şərtini açıqlayıb. Nazirliyin mətbuat katibi Anna Naqdalyan baş nazir Nikol Paşinyanın da söylədiyi bəzi prinsiplərə əməl olunmasının vacibliyini deyib. Stat: Güc tətbiq edilməməsi, düşmənçilik ritorikasının səsləndirilməməsi və atəşkəs rejiminin pozulmaması əsas şərtimizdir, deyə Naqdalyan söyləyib. Bundan başqa rəsmi İrəvan Xarici İşlər Nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov arasında danışıqların konkret tarixinin tezliklə ictimaiyyətə açıqlanacağını söyləyib. Bir çox ekspertlər bunun münaqişənin həlli ilə bağlı son cəhdlər olduğunu bildirirlər. Lakin vurğulanır ki, Ermənistan tərəfinin barışmaz mövqeyinə görə bu danışıqlardan müsbət nəticə gözləmək əbəsdir. Bu proseslərin getdiyi bir vaxtda Rusiya mediası Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı ildırım sürətli müharibəyə hazırlaşdığını iddia edib. Məsələ ilə bağlı açıqlama yayan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycanın Suriyadan döyüşçülər gətirilməsi haqda məlumat tam yalandır. Onun sözlərinə görə, hazırda səfərbərlik ehtiyatı problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistan, bu yalan məlumatlarla beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmağa çalışır. Stat: Vurğuluyuruq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur. Statın sonu. Dəyərli izləyicilər, Ermənistan Azərbaycanı Suriyadan döyüşçü gətirməkdə ittiham edir. Bəs gəlin görək özü hansı addım atır? Diqqətinizə çatdıraq ki, rəsmi İrəvan Livandan erməniləri gətirərək Qarabağa köçürür. Ermənilər bununla işğalı gücləndirməyə çalışırlar. Artıq 2 erməni ailəsi Qarabağa yerləşdirilib. Onlar daha 100 ailəni də Qarabağa gətirməyə hazır olduqlarını bildiriblər. İndi isə gəlin əsas məqama diqqət çəkək. İrəvanın Qarabağa Livan erməniləri yerləşdirməyə çalışmasından sonra işğal altında olan Qarabağda naməlum şəxs Talış kəndində 7 evə, 3 tikiliyə, həmçinin kəndə məxsus dəyirmana od vurub.
Ermənistan kütləvi informasiya vasitələri bildirir ki, hadisə zamanı fiziki və hüquqi şəxslərə böyük miqdarda əmlak zərəri dəyib. Bu hadisədən sonra sosial şəbəkələrin erməni segmentində şayələr yayılıb. Ermənilər iddia edirlər ki, bu əməliyyatı Azərbaycan kəşfiyyatı və ya partizanları həyata keçirib. Səbəbi isə Livan ermənilərin Qarabağa köçürülməsinin qarşısını almaqdır. Olaydan qısa müddət sonra Ermənistanı şoka salan bir video yayılıb. Azərbaycanın Ranger 13 hacker qrupu Ermənistanda çəkilmiş bir videonu ələ keçirib. Videodan görünür ki, erməni sürücü maşında gedərkən Azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnısını dinləyir. Ermənilər bu videoya əsasən Azərbaycan kəşfiyyatının rahatlıqla ölkələrində gəzdiklərini iddia ediblər. Onların bu iddialarının nə qədər həqiqət olduğunu deyə bilmərik. Lakin bir daha vurğulayaq ki, Azərbaycan ordusu əskəri heç bir halda mülki əhaliyə zərər vurmaz, güllə atmaz. Ermənilər artıq özləri də başa düşürlər ki, o torpaqlarda çox qala bilməyəcəklər. Azərbaycan ya sülh yolu ilə, ya da ordusunun gücünə işğal altında olan əraziləri azad edəcək. Artıq saat əqrəbləri Ermənistanın əleyhinə işləyir. Azərbaycan ictimaiyyəti isə Qarabağ zəfərinə köklənib. Əziz dostlar, Qarabağla bağlı son prosesləri sizə çatdırmağa davam edəcəyik. Hələ də abunə deyilsinizsə kanalımıza abunə olub yeni videoları izləyə bilərsiniz. Zəfər bizim olacaq. Sağlıqla qalın.